Amma Əfqanıstan Amma təhlükəlidir. Əfqanıstan zənn etdiyin kimidir. Hə, təhlükəlidirmi? Təhlükəlidir. Bəzi şeylər əksikdirmi? Əksikdir. Amma Əfqan milləti, peştunlar, orada özbəklər, türkmənlər, gözəl millətdir. Getdim orada Azərbaycanlılarla tanış oldum. Qarabağ bölgəsindən gedən Afşar türkləridir. Və onları tapmaq, onlarla söhbət eləmək, öz dilində danışmaq çox maraqlı idi. Onları sizə yazdı, yoxsa siz Yox, mən tapdım. Getdim, hamısını mən tapdım. bəxtəbəxt tapdınız, ha? Yox, yəni qardaşının CV yazıları var. Qardaşı geri tapır. Amma mən sizin o YouTube videonuza baxdım, orada polislər də var idi, əlini silahlar. Hə, o heç, o başqa bir çəkiliş idi. Orada Taliban əsgərləri idi, bizi qoruyurdular. Genel olaraq fərqli görsənir. Buz dağının görsənən tərəfini görürük. Əfqan milləti gözəl millətdir mənə görə. Nətər belə izah eləyim? Qonaqpərvər, qonağa qarşı diqqətli, izzətli, hörmətli. Qonaq başqa nə istəyə bilər ki? Hə, öz içlərində necədirlər, özlərinə nətərdilər? Ola bilər ki, sərt, ola bilər ki, pis. Bu məni nə qədər maraqlandırır, çox maraqlandırır. Yəni Gürcüstana gedəndə sual versən ki, gürcülərə ki, qaqa aranız nətərdir? Yox, yəni mənə yaxşı ol. Mən turistəm, gəlmişəm və səndən gedim yaxşı danış. Razı qaldınız. Əfqanlardan razı qal.